Salam uşaqlar. Salam. Deməli, birinci hissənin ümumi təkrarı kimi birinci hissəyə aid olan suallarla sıra yaxınlaşacaq uşaqlar sizə. Və görək bu sıranın sonunda 2 mərhələ olaraq hansı sıra daha çox dərs oxuyan olmuş olacaq, onu müəyyən edək. Başlayırıq birinci sıraya, tək-tək uşaqlara yaxınlaşacağım. Görək birinci sıradan növbəti mərhələyə neçə şagird keçəcək. Buyurun. Afrikada ən alçaq yer haradır? Afrikanın ən alçaq yeri hansı çökəkliyi idi? Bilmədi xanım ana. Hansı çökəkliyi idi? Asfalt çökəkliyi düzdür. Nov nədir? Nov nədir? Nov nədir uşaqlar? Okean və kontinent. Okeanın dərin çökəkliyi bilmədi dönüşündə. Tsunami nədir? Tsunami dəniz altında olan zəlzələ. Zəlzələ nəticəsində yəni dalğa, yəni təkəmə də çıxdı, yəni dalğada, amma qəbuldur. Evet, onu dedim. Marakanın hündürlüyü nə qədərdir? Ay, düzdür. 2 dənə doğru cavabımız var. Buyur. Cənubi Amerikanın sahəsi neçə kilometrdir? Bilirsən? Konqanın hündürlüyü neçə metrdir? 1900. Xeyr. 5800. Yox, o da Afrikada Kilimancaro'da. Konqanın hündürlüyü nə qədərdir? Doğrudur. Bilmədiniz, amma deməli, birinci sıranı tamamladıq. Birinci sıranın nəticəsinə görə birinci mərhələdən ikinci mərhələyə 2 nəfər keçmiş. İkinci sırayla başlayırıq. Buyur. Haşırımlar nəyə deyilir? Haşırımlar dağın ətrafında olan keçidlərdir. Qitə nəyə deyilir? Qurunun il massivləri. Tamam. 2 doğrumuz hazırdır. Suyun daxilində hansı dalğa yaranır? S dalğaları. Arsa, iş dalğalar suda yaranır. Fiyortlar nəyə deyilir? Sahillərdə olan Sıdığım sahildə uzun sol düzdür, dar körfəzlər bilmədim. Keçək. Hələ ki 3 doğrumuz var. Yer neçə quru sahəyə ayrılıb və hansılardır? Mən 5 quru sahəyə ayrılıb. Afrika. Mən 7. Ayda 7. Mən 7. Avrasiya, Afrika, Cənubi Amerika, Şimali Amerika, Avrasiya getmir, Asiya, Afrika gedir. Asiya, Avropa gedir. Qitə deyil sənə. Asiya, Avropa. Bilmədim, nə olur. Birinci də 5 dənə deməklə səhv. Yerdən bir seismik qurşaqlar hansılardır? Seismik qurşağı istəyir səndən. Konkret yazılmışdır da seismik qurşaqlar 2 dənə. Sakit Okeanın. Himalay qurşağı, bir də ki, var idi, Odluq halqası. Sakit Okean oldu halqası. Deməli, nəticə olaraq ikinci sıramızda 4 nəfər növbəti mərhələyə keçdi. Başladıq 3-cü sırayla. Orta Okean hissəsində okeanın dibində təqribən neçə metr hündürlükdə qalxır. Orta Okean silsilələri okean dibindən təqribən neçə metr hündürlüyə qalxır? 2000 metr hündürlüyə qalxır. Alçaq dağlar neçə metrdir? 1500. Buyur. 1500. 500 alçaq deyil. 500 min arasında olur. Alçaq dağlar 500 min. O dediğin orta dağlar idi. Magma yer səthəsinə çıxanda su nə çevirir? Lava. Magma yer səthəsinə və lavaya çevirir. Bir dənə doğrumuz var. Şimali Amerikanın sahəsi neçə milyon kilometrdir? Mən 10 milyon. Şimali Amerika deyil sənə. 12 milyon. Yox. Bilmədim.
Qurunun kilometre. Qurunun ümumi sahəsi nə qədər idi? 500 O ümumi sahədir. 149 milyon kilometr kvadrat. Düzdür. Dağın əsas elementləri hansılardır? Ətək, yamaç və zirvəsi. 3 əsas elementi var. Ətəyi, yamacı və zirvəsi. Düzdür. Üçüncü sıradan doğru cevap verenler, üçüncü sırada doğru cevap verenler. 1, 2 nefer. Tamam. Üçüncü sıradan 2 nefer növbəti mərhələyə keçmiş. Dördüncü sırayla devam edelim. Relief formaları hansılardır? Megaforma, mezoforma, mikroforma, makroforma. Tamam. Bir de planetar. Böyükten küçüğe say indi. Böyükten küçüğe. Planetar. Planetar, sonra Mega. makro, mikro, Mezo. Mezo mikro. Tamam. Denudasiya nədir? Denudasiya suxurların aşınması və səthin hamarlaşmasına deyilir. Yəni suxurların hamarlaşması. Hamarlaşan suxurlar ne edir həm də? Başqa daşınır. Daşınır. Endogen relief neye deyilir? Endogenlerin daxili proseslərin nəticəsində yaranan relief formalarına deyilir. Eksogen relyef nə deyilir? Yəni eksogen relyef yer səthi boyunca qalğan. Yox, eksogen nədir? Necə proseslərə biz eksogen proseslər Daxili deyilir? proses. Yox, daxili proseslər. Endogenli, eksogen, xarici proseslər. Bəli, xarici proseslərdir yəni. Yer qabığının hansı qatları var? Yer qabığı 3 qatdan ibarətdir. Hansılardır? Yer qabığı, mantia. Yox, yer qabığının özü 3 qatdan ibarətdir. Hansılardır? Bazal. Bazar. De görün. Bazal granit çökmə. Düzdür. Deyə bilmədim. Buyur. Eksogen gübre nəyə deyilir? İndi cənə dedik, eksogen qüvvələr hansı qüvvələridir? Bunun xarici gübre. Xarici qüvvə hansı? Xarici qüvvələri misal gətirə bilərsən. Xarici qüvvələr hansılardır? Günəş, Güneş. Güneş aşınması. Nədir? günəş, sonra külək, Yağış. yağış. Suyun təbiəti dövranı. Tamam. Dördüncü sıradan birinci mərhələdə qalib gələnlər, birinci mərhələdən keçənlər 1-2 qüdrət əmin qaldı, sən də keçdin. 3 nəfər. Dördüncü sıradan 3 nəfər növbəti mərhələyə keçmiş oldu. Yenidən birinci sırayla davam edirik. Görək tam olaraq kimdən neçə bal qazanmış olacaq. İkinci mərhələ ilə davam edirik. Gölün dərinliyi nə qədərdir? Assal gölünün dərinliyi nə qədərdir? Yox, assal çökəkliyinin dərinliyini istəyir. Mənfi. Mənfi 155. Aysun. Yüksəsi Esu sahəsi Pantalas. Düzdür. İkinci sıradan ikinci mərhələyə bir nəfər keçmiş oldu. İkinci sırayla davam edelim. İkinci sırada 4 nəfərimiz var. İndi başlayaq. Pik nədir? Cavan dağlarda uzun sivri Şiş olan olan zirvələrə. zirvələr. Tamam. Epicentr nədir? Zəlzələ zamanı yer qabığında ən güclü təkanlar baş verdiyi yer. Yerin daxilində. Bəli. Endogen qüvvə nəyə deyilir? Endogen nədir? Bilmədim. Yerin daxili qüvvələrinə endogen qüvvə deyilir. Dördüncümüz Mənsirin Quyu. Kanyon nədir? Kanyon. Dağın üzərində olan ensiz çay dərələrinə deyilir. Və biz ikinci sırayla yekunlaşdırdıq və ikinci sıradan 2 nəfər düz cavab vermiş olduq. Üçüncü sırayla devam edirik. Üçüncü sıramızda 2 nəfərimiz var. Kimlər idi? 2 nəfər. Buyur. Avropa qitəsinin ən hündür zirvəsi nədir?
Avropanın ən hündür zirvəsi hansı dağ sistemində yerləşir? Afrika qitəsinin sahəsi neçə milyon kilometrdir? Afrika qitəsinin sahəsi neçə milyon kilometrdir? Afrika sahəsi 30,3 milyon kvadrat kilometrdir. Deməli, bizdə 3-cü sıramızdan heç bir şagird suala cavab verə bilmədi. 4-cü sırayla davam edirik. 4-cü sıramızda 3 nəfər var. Buyurun. Bulur Şahid dağının dəniz səviyyəsindən neçə metr yüksəklikdə yeri? 863 metr. Şu şəhər neçə metr hündürlükdə yerləşir? 1300-1600. Arasında yerləşdirdiniz. Yerin daxilində neçə əsas təbəqə var? Hansılardır? Yer qabuğu, mantia, Ben diyemlerəm. Qəbul olunur. Deməli, ikinci sıramızdan ilki o da düz cavab verdi. 3 nəfər, 4-cü sıramızdan 3 nəfər suala cavab vermiş oldu. Gəlin indi yekunlaşdıraq. Birinci sıradan cəm olaraq 3 bal, ikinci sıramızda cəm olaraq 6 bal, üçüncü sıramızda 2 bal, dördüncü sıramızda 6 bal qazanmışdır. Ən çox çalışqan olan və ən çox hazırlaşan sıralar 2 ilə 4 olduğunu görmüş olduq. Növbəti mərhələyə, yəni sual qatarına keçənlər isə bu uşaqlar, yəni birinci sıradan olan 1 nəfər, ikinci sıradan olan 2 nəfər və dördüncü sıradan olan 3 nəfərlə sual qatarı ilə davam edəcəyik. Belə.